Salam, başlayaq 100 test 9-cuya. Deməli, bizdən istəyir. Testi biraz qabaq eləyək, balacadır. Bizdən sayıla bilən isimlər istəyir. Təbii ki də sayıla bilən isimlərin içərisində sayılmayan isim olmamalıdır. D variantıdır. A-da məsələn oil, B-də butter, C-də sugar, D-də doğrudur, Y-də cheese, money. Bunlar sayıla bilməyən isimlərdir. Bizdən də sayıla bilən istəyir. İkincidə, cümlənin ikinci zərfinə fikir verin. Mən evdə qalmaq istəyirəm. Deməli, heç yerə getmək istəmirəm. Nə teatra, nə sinemaya. Bakı variantı doğrudur. Üçdə, cümləmizdə zəm bağlayıcısı var. Əvvəlində də feil var. Olacaq C variantı. More carefully. Feil varsa deməli zərfin dərəcəsidir. A-nı silirik. Mostun burada şey yoxdur. Less careful. Deyə bilərsiniz ki, niyə D olmasın? Yəni tərcümə edirik. O yaxşı şagirddir. Digərlərindən daha diqqətcil, qayğıkeşdir, yəni dərslərinə nisbətdə. Bəs necə az qayğıkeş olsun? Ona görə D-ni verə bilmirik. Dördüncü testə baxırıq. Dördüncü testdə bizim düzgün variantımız A variantıdır. Əlotun ofu yoxdur. İçin xəbəri tək olur. Maçdan sonra sayıla bilən isim gəlmir. Little yenə elə. Deməli, 5-ə baxırıq. Qaydasız feillər istəyir bizdən. Qaydasız feillər kökündən dəyişən feillərdir. C variantıdır. Qalanlarına içərisində bəzilərinin ed şəkilsi artırılanı var. Ona görə də olmaz. 6-ya baxırıq. Baxırıq ki, zerizlə verib yarpaqlar tək-tək zeriz cəm. Yəni zeriz tək yarpaqlar cəm. Ona görə 1 getdi. 2 düzdür. Bir də 3 düzdür. 4-də də there are yellow leaves olmalıdır. Deməli 2, bir də 4. 2, bir də 3. D variantı. Keçirik 7-ci testimizə. 7-ci testimizə də diqqətlə baxaq. 7-ci testimizdə bizdən zaman istəyir. Sinsimiz var. Sins bağlayıcı rolunda çıxış eləyəndə demişdik ki, cümlənin əvvəli indiki bitmiş, sonrası keçmiş sadə zaman A variantı. Yəni sins bağlayıcıdır. Bağlayıcını da hardan bilirik? Bir cümlədə 2 mübtəda 2 xəbər varsa bağlayıcı rolundadır. İndi yazır ki, bu çox şeyləri eləməlidir 8-də. Modal feil seçdirir. Eləməlisə deməli bu adam evinə vaxtında gəlməlidir. A variantı. He-dən sonra have to olmaz. Has to olsa yazardıq. Ought-dan sonra to istəyir. Has not to deyilən bir şey yoxdur. Bu modal feillər inkara düşmür. Might-ın da burada işi yoxdur. Cümlə indiki zamandadır. Məhcul növə baxırıq 9-da. Deməli 9-da bizdən düzgün variant istəyir. How many kilos of apple have been sold? Burada how many kilos of nə qədər alma satılmışdır. Birbaşa ilə mübtəda rolunda çıxış eləyir. Burada has she been late 3-cü feil yoxdur. Burada da yenə 3-cü feil yoxdur. 4-də devoted sadiq sifətdir. Bilirik ki, məhculda sifət olmur. Educated sifətli olmur. Doğru variantımız nədir? Bakı variantı. 10-cuya baxırıq. Cümlədə anybody var. Yox. Aha, anybody ilə canlıdır da. Canlı əvəzlik yahum olmasıdır. Yazır. İndi baxaq görək cümləmizə. Deyir ki, she didn't tell. Hə, okey. Burada yəni nisbi əvəzli kimi yazılmayasıdır. Burada telldən sonra tell people somebody gələndə biz zət verə bilirik. Amma telldən sonra genəldə zət olmur. Misal üçün mən deyirəm ki, I tell you, mən sənə deyirəm ki, burada ki bağlayıcıdır. Yəni ona görə o birisləri yaza bilmirik. O didn't tell, she didn't tell anybody. O heç nə demədi bir kəsə ki, itirdiyi açarlara görə. 11-də yenə passive voice-dur. Burada intensif feilin özüdür. Difficult da çətin də olmaz. Qalır 3 ilə 4. Çünki bilirik ki, sifət zərf məhcul növdə işlənə bilməz. Keçirik 12-yə. 12-də nə qədər variant doğrudur. Soldan sonra sifət zərf gəlir, bilirik. Bir düzdür. Saçdan sonra sifət zərf gəlməz. 3 də düzdür. Saçdan sonra fiil gəlməz. Soldan sonra artikldan heç nə gəlməz. 1, 3, 2 variantımız doğrudur. Bakı variantı. Amma burada 12-yə veriblər C. 3 dənə. 3 dənə ola bilməz. Sonra 13-ə baxmalıyıq. Burada niyə 19 göstərilən bu tərəfdədir? Deməli 13. 13-də yenə düzgün variant istəyir bizdən. Baxırıq ki, D variantımız doğrudur. Niyə? Biz demişdik ki, sifət zərf mövzusunda, ümumiyyətlə əsasən zərf mövzusunda elə gördüyümüz hər sifətin sonuna elvayı artırmaq, ondan zərf yaratmaq deyə bir şey yoxdur. Sadəcə müəyyən qrup sözlər var ki, məsələn, high'dır, near'dır, hard'dır. Bunlardan sonra biz elvayı yazırıqsa, onlar təmiz başqa mənanı verir. Zərf kimi işlənə bilirlər, amma mənası fərqlidir. Məsələn, o deyir ki, Amerika yüksək inkişaf elənmiş ölkədir. Burada ölçü baxımından demir, səviyyə baxımından deyir. Ona görə haylı doğrudur. 14-də baxırıq.
14-də bizdən nə istəyir? Düzgün variant istəyir. Təbii ki də 14-də Y variantımız doğru variantdır. Xəritəni ilə göstəririk, ya which-lə, ya that-lə. What cümlə ortasında gəlməz. Burada məkan olaraq göstəririksə which olmaz, V olacaq. 15-də feil təkdə ofla işlənib. Bosun xəbəri cəm olur, bosun xəbəri cəm olur. Burada isim olduğuna görə apostrof S olmalıdır. Burada apostrofumuz yoxdur. 15-də düzdür. Doğru variant olaraq bizə D variantı verib, amma apostrof S verilməlidir. Yəqin ki, mexaniki cəhətdən səhv olub. Ümumiyyətlə isim gəlirsə, bu replikal pronounlarda isim varsa, onlar apostrofa düşürlər. 16-da. 16-ya diqqətlə baxırıq. 16-da baxırıq ki, bizim to'muz var. Boşluqdan sonra to varsa, təbii ki, to-na olanları yazırıq. Has to olmalıydı. Bunlardan sonra to gəlməz. Qalır Y variantı. He-dən sonra da shall olmaz, will be olmalıdır. Bunu hardan bilirik? Bir ilə deyir ingilis dilinə, o deyir ingiliscə sözləri öyrənəcək. Yenə pasiv gəlir 17-də. Doğru variantımız, baxırıq ki, burada cümlə keçmişdədir. Tamamlığımız da nədir? Uşaqlara verilmiş alma. Uşaqlar üçün tamamlığımızdır. Tamamlığı cümlənin önünə yazırıq. C variantında deməli was each of the children given an apple. Word-dən verib. Uşaqlar tərəfindən yox, uşaqlara almanı verən insanla danışır. Yəni kimdirsə onlardan. 18-də deməli nə istəyir bizdən? Düzgün variant istəyir. Deməli, hamısı düzdür burada, Y variantı. Pəncərəni evdən çıxmazdan, çıxandan sonra, çıxırsansa, çıxanda, çıxan kimi bağla. Keçirik 19-a. 19-da yenə düzgün variant istəyir bizdən. 19-da düzgün variantımız C variantıdır. Niyə? Çünki cümləmiz keçmişdədir, tamamlığımız da dishes-dir. Təbii ki də sual sözümüzü mütləq yazırıq. Keçmiş zamanı məhculu. Were, dishes, quotient. Burada niyədir? 2 feil yanaşıdır. Was-la verib, ona görə səhvdir. 2 feil yanaşıdır, was-la verib. C doğrudur. Yerdə də yenə 2 feil yanaşıdır. Sən parkda, burada maşın park eləyə bilməzsən, odur ki, sən burada maşını park eləməməlisən, Y variantı. Qışqırma, biraz yavaşdan danış. Speak feil olduğuna görə quietly, Y variantı. Qalanları sifətdir. Black house səhvdir. Niyə? Bizə artiklı var. 2 də səhvdir, birləşməlidir. 3 ilə 4 doğrudur, A variantı. Çünki biz müəyyən yiyəlik haldan istifadə edəndə demişdik ki, Z artiklı gələndə insan adları qarşısında, familiyaların qarşısında bütöv ailəni göstərir. 23-ə baxırıq. Əhməd və onun yoldaşı. Burada isim var, burada da yenə isim var. İsimi nəzərə alırıq. İsim nəzərə alaraqdan bunlar çıxır. Əhməd və onun yoldaşından söhbət geçsək, şəxs əvəzliyi yazmırıq. Him yazmırıq, obyekt yazmırıq, qalır A variantı.